Salam, hər vaxtınız xeyir olsun. Bu dərsdə əlifbadan hərfləri bitiririk. Lakin əlifbanı bitirsək də ay ərzində bir neçə dəfə təkrar edəcəyik yenidən hərfləri və sehirli i qanununu öyrənəcəyik bu dərsdə. Hərflərin adını məndən öncə 3 saniyə ərzində deməyə çalışın. D, F, L, P, W, Z, D, F, L, P, W, Z, Z, Y, X, W, V, U, T, S, R, Q, P, O, N, M, L, K, J, I, H, G, F, E, D, C, B, A. Sehirli i qanunu nədir? Sözün sonunda gördüyünüz bu i hərfi sözdə özü oxunmasa da, ondan əvvəlki hecada olan saitin əlifbadakı adı kimi oxunmasına məcbur edir. Yəni, i hərfi sözün sonunda oxunmayacaq və ondan əvvəl gələn sait əlifbadakı adı kimi. Bu nümunədə ey olaraq oxuyacağıq bu hərfi, əlifbadakı adı olaraq. Name, name, diqqət edirik, i oxunmur. Və bu hərf əlifbadakı adı kimi oxunacaq. Əlifbadakı adı kimi oxunacaq deyirəm, çünki başqa nümunələrdə ey hərfi tamamilə başqa səslə verəcək, başqa cür oxunacaq. Növbəti dərslərin mövzusudur bu. Bugün üçün isə sehirli i qanununa görə i oxunmur, özündən əvvəlki hecada gələn sait əlifbadakı adı kimi oxunur. Name, n, ey, m, name. Eynilə burada da sözün sonundakı i hərfi özündən əvvəlki hecada olan saitin əlifbadakı adı kimi oxunmasına məcbur edir. I, like, 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 i oxunmur. Bəzən tələbələr belə suallar verirlər ki, ingilis dilində əgər sonda bu i hərfi oxunmayacaqsa, niyə bunu yazırlar? Elə ləğv etsinlər, bu i hərfi olmasın burada. Əgər bu i hərfi burada olmasa, bu söz tamamilə başqa cür oxunacaq. Gələcək dərslərdə görəcəksiniz. Sehirlidir ona görə ki, özü sözdə tələffüz edilməsə də bir gücü var. Gücü də ondan ibarətdir ki, dediyim kimi, özündən əvvəlki hecadakı saitin əlifbadakı adı kimi oxunmasına məcbur etməsidir. Like. Eyni qayda yenə də burada tətbiq olunur. Tube, sonda i oxunmadı.
U. Gördüyünüz bu hərf əlifbadakı adı kimi oxunur sözün içində. T. Yub. Tube. Tube. Rope. Rope. İ oxunmadı. O. Əlifbadakı adı kimi. O. Nəzərinizə çatdırım ki, o, yəni adını tələffüz edərkən o hərfinin u səsini də ora qatmaq lazımdır. Yəni sadəcə bizim dildəki kimi, Azərbaycan dilindəki kimi o demirik. O, o, rope. R samitinin səslənməsi bizim dildəki kimi r deyil. Pəltəy r olaraq olacaq. Yəni r, rope, rope. Pete, Pete. Sonda i oxunmadı, ondan əvvəlki sait, i, saiti əlifbadakı adı kimi oxunacaq. Pete, uzun i, Pete. 2 nöqtə uzanma işarəsini bildirir. Pete. Məndən sonra uca səslə təkrar edin və haqqında danışdığımız hərflərə diqqət edərək oxuyun. Tape, size, mute, hope, Steve, mate, fine, cute. Bu sözdə ilk hərf C-nin K olaraq oxunması sizi çaşdırmasın. Sırf C hərfinə aid xüsusi qaydalar var. Nə vaxt K, nə vaxt S kimi oxunur. Gələcək dərslərimizdə bu ay ərzində görəcəksiniz bu qaydaları. Hal-hazırda diqqət edəcəyimiz U hərfinin sondakı I hərfinə görə əlifbadakı kimi oxunmasıdır. U. Cute. Bone. Eve. Rate. Main. Ape. Bike. Time. Slime. Fume, tune, flute. Delete, hear, complete. Note, rose, nose.